Paytaxtın Umbaki qəsəbəsi yaxınlığında Ceyrankeşməz çayı üzərində yerləşən və keçən il sel sularının dağıtdığı körpünün ətrafında təhlükəli vəziyyət yaranıb. Ərazidə yol çöküb. Daha ətraflı məlumat əməkdaşımız Lalə Allahverdiyeva birbaşa bağlantıda çatdırır. Lalə, salamlayıram sizi. Efirdəsiz. Hər vaxtınız xeyir. Bəli, hazırda Qaradağ rayonunun Umbaki qəsəbəsindəyik. Son günlər yağan intensiv yağışlar Ceyrankeşməz çayında sel sularının artmasına səbəb olub və nəticədə çayın üzərində yerləşən körpü uçub. Sakinlər isə körpünün üzərində bu gördüyünüz qaz borusundan istifadə edərək 20-25 metr hündürlükdən çayın digər sahilinə keçməyə çalışırlar ki, bu da onların həyatına ciddi təhlükə yaradır. Əlavə olaraq burada alternativ yol mövcud idi sakinlərin istifadəsi üçün, lakin yağış nəticəsində bu yolda yararsız hala düşüb. Hazırda isə aidiyyatı qurumların yolu bərpa etməsi gözlənilir. Bizim buradan çatdıracaqlarımız bu qədər idi. Söz sizdədir. Birbaşa bağlantıda əməkdaşımız Lalə Allahverdiyeva idi.